Salam Mayer hocam. Hər vaxtınız xeyir olsun. Ramazan bayramınız mübarək olsun. Mayer hocam, mən sizi tanıyan vaxtda çox pis vəziyyətdə idim. Özümü öldürmək dərəcəsinə gəlmişdim. Borclar bir tərəfdən məni sıxırdı, bir tərəfdən işdə hər gün problem, hər gün göz yaşları tökürdüm, hər gün anam xəstə idi. Vəziyyətim çox pis idi mən sizi tanıyanda. Zor durumdaykən YouTube'da axtardım. Təsadüfən sizin videoya rast gəldim. Onda sizin əllərinizə baxdım. Əlləriniz məni o qədər cəlb elədi ki, əllərinizə rəsmən vuruldum və o əllərdə şəfa olduğunu hiss elədim. Ondan sonra mən sizinlə randevu aldım, danışdım, sizdən qoruma aldım. Yavaş-yavaş dualarımı oxudum hər gün arınma elədim. Və həyatım yavaş-yavaş dəyişməyə başladı. Hər kəsdən qorxardım o vaxta qədər. Yaşım artsa da hər kəsdən qorxardım, hər kəsdən çəkinərdim. O nə deyər, bu nə deyər deyərdim. Sadəcə şirkətdə xadimə işləyirdim və şirkətin müdiriyyəti məni çox incidirdi o vaxtlarda. Sadəcə bir gün müdirin yanında işləyən işçi işdən çıxdı öz istəyi ilə. Və o işdən çıxandan sonra mənə dedilər ki, həmin adam mənim üçün problem yaradırmış. Yəni mən bilmirdim onun mənim üçün problem yaratdığını, çünki mənə qarşı çox normal davranırdı. Həmişə də belə mehriban, həmişə də belə necə deyim, hörmətlə davranırdı və bilməzdim ki, o mənə görə mənə quyumu qazır rəsmən. O işdən çıxdı. O işdən çıxandan sonra yavaş-yavaş müdiriyyət sanki məni görməyə başladı. Daha hörmətlə yanaşmağa başladı. Yəni ayda 2 dəfə bazar olurdu, istirahət günüm olurdu. Ayda 4 dəfə mənə istirahət verdilər. İşləyəndə mənə şərait yaratdılar ki, orada gedim əlavə işlər görüm, pul qazanım. Pul qazanmağıma çox şərait yaratdılar həqiqətən də. Mən ondan əvvəl 400 manat maaş alırdım. Maaşımı qaldırdılar, 500 manat elədilər. Sonra başqa əlavə gəlirlərim də oldu. Yəni yavaş-yavaş düzəlməyə başladı. Sonra şirkət bağlandı və mən biraz çəkindim ki, neyniyəcəm də, başqa yerdə işləyə bilməyəcəm. Ondan sonra getdim, yavaş-yavaş şirkətlərlə təmizlik işlərinə getməyə başladım. Və bir gün mənə işçilərdən biri dedi ki, sən niyə özünə təmizlik şirkəti qurmursan ki? Bizim evə bir xanım gəlirdi, o özünə təmizlik şirkəti qurdu. Bu söz nəsə mənə çox təsir elədi. Niyə də olmasın ki, dedim, öz-özümə düşündüm. Və yavaş-yavaş işləyə hər dəfəsində bir 10-15 gün işə gedəndən sonra pulumu yığıb bir aparat aldım. Hər dəfəsində. Yavaş-yavaş işlərim düzəlməyə başladı və özüm öz işimin müdiri olmağa başladım. Bir müddət işlərim çox yaxşı getdi həqiqətən də. Gündəlik gəlirim olurdu, qazancım olurdu, hər şey yaxşı gedirdi və bir ara nəsə duraqladı işlərim, tamamən durdu. O zaman mən sizə yenidən müraciət elədim, sizdən dəri qoruma aldım və o dəri qoruma mənə çox kömək elədi, həqiqətən də. Bunu necə ifadə eləyim bilmirəm. Daha güclü olduğumu hiss elədim, nəyinsə öhdəsindən gələ biləcəyimi hiss elədim və yavaş-yavaş hər şeyin yoluna düşdüyünü gördüm. Bir müddət də keçdi, yenə də hərdən bir olur işlərdə, qış aylarında belə dayanmaq olur işlərdə. O oldu. Mən sizə müraciət elədim, siz dualar göndərdiniz mənim üçün. O duaları təzədən başladım oxumağa, dəri qorumanı doza qoydum. Dua oxudum. 2 gün qoydum, artıq mənə iş təklifi gəldi. Özü necə gəldi? Bir yerdən 3 dənə, bir gündə 3 dənə iş təklifi gəldi. Hansına gedəcəyimi düzü bilmirdim, qarışdırmışdım aləmi. O qədər sevinirdim ki, axır ki, mənim də işlərim yoluna düşür, hər şey yoluna düşür, hər şey düzəlir.
Həqiqətən də mən sizə minnətdaram. Sizi tanıdığım üçün şadam. Bu bəzən insan ruhdan düşəndə sanki bir motivasiyaya ehtiyacı olur və mən ruhdan düşəndə mənim motivasiyam da, necə deyim, pozitiv enerjim də sizsiniz. Sizin aramalarınıza baxıram, sizin videolarınıza baxıram və yuxuya gedirəm. Nə vaxt yuxuya getdiyimi heç bilmirəm. Bir də onu görürəm ki, səhər bütün neçə dənə videonuz gəlib keçib də mən yatmışam, amma videolar dalbadal oxunub keçib. Səhər duranda, yuxudan duranda özümü çox gümrah hiss eləyirəm onda. Çox yaxşı hiss eləyirəm və bilirəm ki, hardasa mənim qoruyucu mələyim var. Hər yerdə işimiz biraz çətindir, ehtiyatlı ol deyirlər, özünü gözlə deyirlər. Mən sadəcə onlara gülümsəyirəm ki, heç bir şey olmaz. Məni qoruyan var. Öncə Allahım, sonra ürəyimdə olan bir insan var ki, o məni həmişə qoruyur. Çox sağ olun. Yaxşı ki varsınız, yaxşı ki sizi tanımışam. Həmişə var olun. Həmişə səsiniz gözəl gəlsin. Sizin YouTube-da videolarınıza baxanda bəzən canlıya baxıram, bəzən baxa bilmirəm, vaxtım olmur. Amma orada sizi pozitiv görəndə o qədər sevinirəm ki, ürəyimə böyük bir təsəlli gəlir. Amma sizin orada qəmgin görəndə, sizi keyfsiz görəndə çox üzülürəm. İnşallah hər zaman keyfiniz yaxşı olsun, ailənizlə bərabər. Hər zaman xoşbəxt olun ki, o xoşbəxtliyiniz bizə də yansısın. Çox sağ olun, mən sizi çox sevirəm. Nə qədər ki canımda can, nəfəsimdə nəfəs var, nə qədər ki ağlım üstümdədir, başım bədənimin üstündədir, mən sizinləyəm. Bunu heç vaxt unutmaram ki, siz məni özümü intihar eləmək dərəcəsinə gəldiyim vaxtda çəkib çıxartdınız o qaranlıq dünyadan və həyatımın yavaş-yavaş yoluna düşdüyünü gördüm. Düzdür, bəzi şeylər hələ də düzəlməyib, amma onları artıq boş vermişəm. Çünki həyatımın yaxında həqiqətən də ürəyim istədiyi kimi olacağına inanıram. Çünki siz varsınız. Allah sizi hər zaman var eləsin. Hər zaman biz sizi mehriban, şən, gümrah, pozitiv görək. Hər zaman da o pozitivliyiniz bizə də yansısın. Çox sağ olun. Mən sizə minnətdaram. Sizə olan istəyimi necə ifadə edim bilmirəm, amma həqiqətən də yaxşı ki mən sizi tanıdım. Mən sizi artıq 5 ildən yuxarıdır ki, mən sizi tanıyıram və 5 il ərzində mənim həyatımda çox dəyişikliklər olub. Düzdür, ailə qura bilməmişəm. İstəyərdim ki, gözəl bir ailəm olsun. Amma iş barədə yavaş-yavaş düzəlir. Hər şey düzəlir. Və bir gün o da olacaq. Və artıq qaramsar deyiləm. Artıq necə deyim, pis-pis düşünmürəm, özümə qapanmıram. Mən işdə otururdum, özümə o qədər qapanırdım ki, için ağladığımın fərqinə varmadan o qədər ağlayırdım ki, bir də hiss edirdim ki, artıq ürəyim dayanmaq dərəcəsindədir. Mən o qədər ağlamışam. Amma sizi tanıyandan sonra mən artıq ağlamıram. Gözümdən yaş çıxmır və özümü xoşbəxt hiss eləyirəm. Və ən çox da sizin bu axır vaxtlarda yeni il gələndən sonra dualar verdiniz. O duaları çox oxudum mən. Hər gün, hər axşam özümə görəv kimi təyin etdim. Hər axşam dualar oxudum. Hər axşam mən şam yandırıb dua eləyirəm. Hər axşam sizin üçün dua eləyirəm, özüm üçün dua eləyirəm və sizin hər zaman var olmağınızı istəyirəm. Çox sağ olun. Mən sizə minnətdaram. Yaxşı ki varsınız. Səsiniz həmişə yüksəklərdən gəlsin. Təşəkkürlər, sevgilərimlə. Bunu sizə könül deyir Azərbaycandan və sizi tanıdığım üçün fəxr eləyirəm özümlə. İnşallah bəlkə də bir gün nəsib olar mən sizin üzünüzü görəm. Onu istəyirəm bir dənə Allahdan. İnşallah. Çox sağ olun. Minnətdaram mən sizə.